İctimai nəqliyyat infrastrukturunun müasir çağırışlara uyğun təşkili ilə bağlı olaraq, ölkə başçısı cənab İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq Bakubas MMC tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Yalnız paytaxt ərazisinin deyil, digər iri şəhərlərin də qeyd olunan tədbirlərlə əhatə edilməsi daim nəzarətdə saxlanılır. 27 sentyabr 2025-ci ildə ölkə başçısının iştirakı ilə Gəncə şəhərində Bakubas MMC-yə məxsus avtobus parkının açılışı baş tutmuşdur. Tikintisinə 2025-ci ilin fevral ayında başlanan, ümumilikdə 10 hektar ərazini əhatə edən avtobus parkında müasir tələblərə cavab verən inzibati bina, yuma, təmir, monitorinq mərkəzi fəaliyyət göstərir. Avtobus parkının deposunda ümumilikdə 300 ədəd avtobusun saxlanılması imkanı mövcuddur. Parkın istifadəyə verilməsi ilə 280 ədəd müxtəlif ölçülü Yutong markalı avtobuslar Gəncə sakinlərinə xidmət edəcəkdir. Onlardan 45 ədədi 54 nəfərlik, 186 ədədi 63 nəfərlik, 49 ədədi isə 102 nəfərlik tutuma malikdir. Avtobusların idarəçiliyi Bakubas MMC tərəfindən həyata keçiriləcəkdir. 18 şəhər daxili, ikisi isə şəhər ətrafı olmaqla ümumilikdə 20 marşrut xətti üzrə avtobuslar istismara buraxılır. Sərnişin daşınmasında ən vacib məqamlardan biri onların təhlükəsizliyidir. Avtobus parkında müasir avadanlıqlarla təchiz edilmiş monitorinq mərkəzində avtobusların real vaxt rejimində izlənməsi mümkün olacaqdır. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına imkan verir. Bundan əlavə hər gün sürücülər xəttə çıxmazdan əvvəl reys qabağı tibbi müayinədən keçirilir. Avtobusların daim təmiz vəziyyətdə saxlanılması üçün təşkil edilən yuma mərkəzi eyni anda 3 avtobusa xidmət göstərə bilir və bu proses 4 dəqiqə ərzində yekunlaşır. Su ehtiyatlarının qorunmasına xüsusi diqqətlə yanaşılan avtobus parkında istifadə edilən suyun 85% filtrasiya olunaraq yenidən istifadəyə yönəldilir. Avtobus parkının fəaliyyətə başlaması Gəncə şəhərinin iqtisadiyyatına da öz mühüm töhfəsini verir. Belə ki, 553 sürücü, 122 inzibati və texniki heyət olmaqla 675 nəfər işlə təmin olunmuşdur. Artıq Gəncə sakinləri şəhər daxili nəqliyyatda nəqdsiz ödəmə üsullarından istifadə edərək gediş haqlarını ödəyə biləcəklər. Belə ki, ödənişlər istismara verilən avtobuslarda Citi kart vasitəsilə, həmçinin mobil tətbiq üzərindən QR kod yaradaraq istənilən bank kartları, eləcə də Google Pay, Apple Pay vasitəsilə həyata keçirilə bilər.